Müəyyən də hətta maaş alaraq belə maliyyə azadlığına çıxmaq üçün belə deyim də alternativ mənbələrdən istifadə eləmək olarmı və bunu insanlar necə etməlidir paralel olaraq işlə? Ölkənin yarısı lənətləyir, digər yarısı bəyənir. Lənətləyən insanlar isə mənim əsas bir dənə mənim hər zaman sosial mediada, LinkedIn-də və falan hər yerdə biz daha çox işləməliyik. Çünki biz kasıb ölkəyik. Azərbaycanlı orta statistikaya əsasən siz və mən burada oturmuşuqsa 500 manatlıq ayda dəyər yaradırıq. Nə hansı ki satmaq olar. Sən 500 manat dəyər yaratmaqla varlı ola bilməyəcəksən də. Sən 2000 qazana bilməyəcəksən. Əgər sənin ortalama yaratdığın mal və ya xidmət dəyəri cəmi 500 manatdırsa. Bunun üçün çox işləmək lazımdır. İnsanlar deyirlər, bu nədir? Niyə görə biz çox işləməliyik? Sən, mən nə bilim, rəhbər olsan ümumiyyətlə, o klassik Sovet vaxtında yadınızdadır, karikaturalar vardı, kapitalistlər ki, hansı ki, insanları əzir. Mən deyirəm, əzizlərim, mən çox işləyin deyəndə, mən onu nəzərdə tutmuram ki, siz gedin eyni işlə 15 daş daşıyın da 15 saat. Sizin arzularınızı 9-dan 6-ya kimi gördüyünüz iş pozmur. Sizin arzularınızın reallaşmasını əngəlləyən və işdən çıxdınız, ondan sonra nə ilə məşğul olursunuz? Mütaliə edirsiniz, kitab oxuyursunuz, investisiya kitabları oxuyursunuz, nəsə vlog açırsınız, nəsə eləyirsiniz. Oturub TikTok-u baxırlar. Aynen, mən onu deyirəm. Sizin arzularınızı böldürür. Saat işi bitirəndən sonra saat 6-dan yatmağa gedirsiniz ki, saat 11-də, 12-də. Bax, bu arada etdiyiniz öldürür sizin arzuları. Yəni sərmayəni qoymaq lazımdır elminizə, belə düz başa düşürəm mən. Bilik əlbəttə ki, sizin beyninizə heç kim monopoliya qoya bilməz, heç kim rüsum tətbiq edə bilməz sizin beyninizə, heç kim qadağan qoya bilməz ki, sizin beyninizə Azərbaycanın idxalı dayandırılsın ya da kimsə. Hələlik. Yox, mümkün deyil də. Yəni beyin ən yeganə risksiz investisiyadır da. Və sual orada olur ki, siz potensialınızı necə aşkar edirsiniz? Və başlayırlar qurban moduna girməyə adətən ki, mən belə yorğun gəlirəm, hələ oturum, nəyisə üzərində işləyim. Deyirəm, əgər sən qurban modunda düşünməyə davam edəcəksənsə, elə də qalacaqsan. Sən həmişə ömrünün axırına kimi kimisə günahlandıracaqsan. İşim çoxdur, yorulmuşam, mən nə bilim, monopoliya var, o var. Milyon dənə bəhanə gətirmək olar, amma sonda sual odur ki, onları qırağa qoyur, sən özün neynəmirsən? Sən hansı yeni bilik əldə etmirsən? Azərbaycana o perspektivdən şükür demək lazımdır. Biz Şimali Koreya deyilik də. Bütün internetimiz açıqda. İstənilən ölkəyə gedib uça bilərsiniz. İstənilən ölkədən biliklər əldə edə bilərsiniz. Azadlıqlar var. Yəni bilik azadlığı, öyrənmək azadlığı Azərbaycanda dünyanın istənilən ən qabaqcıl ölkəsinə bərabərdir. Siz evinizdə oturub Harvardın professorlarının leksiyalarına qulaq asa bilərsiniz, dərslərini ala bilərsiniz. Əksəriyyəti pulsuzdur, ödənişli də deyil. Dil bilmək istəyirsinizsə, indi süni intellektlə ümumiyyətlə çox rahat olubdur. Amma süni intellektdən öncə mən nə bilim Duolingo-nu ilə $40 da, $40 düşünürəm ilə tapmaq olardı ingilis dilini öyrənmək üçün də. Götürür də, özdə pullu versiyası, pulsuz da var. Sadəcə daha limitlidir. Deyirəm, öyrənin ingilis dilini, öyrənin yeni bacarıqlarını. Bütün ölkələr açıqdır. Otur Azərbaycandan əyləşərək sən xaricdə işləyə bilərsən. Bizim bir çox IT mütəxəssislərimiz belə eləyir, dollarla maaş alır, xaricdə işləyir. Sizi dayandıran kənar faktorlar var. Mən demirəm ki, onlar yoxdur. Amma siz nə edirsiniz? İlk olaraq ondan başlaya bilərsinizmi ki, mən nəsə etdim və məndə alınmadı. Siz heç nə etmirsiniz, sadəcə deyirsiniz kənar faktorlar var. Ona görə mən ümumiyyətlə heç nə etməyəcəm. Yəni, bu davam etdikcə təsvir olsun ki, siz bu kasıbçılığın çevrəsindən çıxa bilmirsiniz. Çünki heç nə eləmirsiniz.